اللهم صل على محمد وآل محمد. Allahümme salli ala Muhammed ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdü es-senâ'u lillahi rabbil âlemin. Vel âkıbetu lil muttaqin. Summa salatu ve selamu ala Resulillahil emin a'ani Ebel Kasimi Muhammed. Allahümme salli ala Muhammed ve Ali Muhammed. Sallallahu aleyhi ve alihi ve sellem ve ala ehli beytihi tayyibin tahirinel me'asumin. Siyyama namusul dahr veliyyel asr Hüccet ibn'l Hasan Accelallahu Teala faracahu şerif ve la'anatullah ala a'daihil ecma'in. Rabbi şrah li sadri ve yassir li emri ve hlul ukdeten min lisani yefkahu kavli. Esselamu aleyküm ve rahmetullah. Ağamız, seyyidimiz, Mevlamız, başımızın tacı, kalplerimizin nuraniyeti, İmam-ı Zamanın salamat olması, Nazenin kalbinin bizlerden razı ve hoşnut olması, düşmanlarının mehvi ve zuhur ve kıyamının teciline salavat hediyeyle. Allahümme salli ala Muhammed ve Ali Muhammed. İmam Seccad aleyhisselam Mekarimul Ahlak duasının bu hissesinde buyurur ve ammirni ma kana umri bizleten fi taatik. İmam Seccad aleyhisselam hayatın mənasını evvelden ta ahire bu cümlede lakanik, kısa şekilde hülase buyurur ki yani insan bu cür olmalıdır. O ammirni yani benim ömrümü, hayatımı, yaşayışımı ve ammirni ma kana umri bizleten. Bizle hediye demeydi. Ellezine bezelu muhacehum dunel Hüseyin var ziyaret aşurada secdededirsin. Ellezine bezelu muhacehum. Onlar yani o ashab ki bezl elədilər, hədiyyə elədilər ruhlarını İmam Hüseyin aleyhisselama. Burada da İmam Seccad aleyhisselam buyurur, bizlətən fi taatik. Elə et mənim ömrüm hədiyyə olsun sənin itaətvə. Yəni sənin itaətində keçsin. Bu ömrün mənasıdır, həyatın mənasıdır. Yəni insan hər nə eləyir, eləsin, fil cümlə bilməlidir ki, itaətdən sayılsın. Elədikləri itaətdən sayılsın. Bir də görsən sual verirlər ki, əlbəttə bu iblisin vəsvəsəsidir insanların fikrinə. Məsələn, deyir ki, mən səhər çıxıram, atamın, anamın yükü mənim üstümdə, uşaqların yükü mənim üstümdə, ailənin yükü mənim üstümdə. Səhərdən çıxıram, gedirəm, 10 saat işləyirəm, gücləyirəm, ruzi qazanıram filan, qaydıram. Yorğun gəlirəm, arğın gəlirəm, eləyə bilmirəm, mənəviyyatımı toplayım filan. Belə bir sual. Əlbəttə ki, iblisin vəsvəsəsidir bu, alladır onu. Cavab əslində çox sadədir, amma o başqa yerdə axtarır. Məsələn, deyək 8 saat yatır, 10 saatda işləyir, 18 saat, qalır orada 6 saat. Deyir, 6 saatı da yorğun oluram. Yolda keçirdirəm filan, yorğun oluram, əlavə heç nə eləyə bilmirəm. Ona görə mənəviyyatım gedib dala. Və bu cümlə bunu eləyib naümid. Biz deyirik ki, evdən çıxıb evə qaydana qədər, o müddət ki var 10 saat, ruzi dalıcan gedirsən, onu Allah üçün niyyət elə.
O 10 saatın olsun sənin ibadət. Bu 6 saatda heç nə eləyə bilmirsən. Sən o 10 saatı müstəhəbbə çevir, onu ibadətə çevir. Qurbətən ilallah. Evdən çıxanda sənə 3-5 saniyə vaxt lazımdır. Deyəsən ki, ilahi qurbətən ilallah çıxıram, ailəm üçün ruzu götürməyə. Və salam, çıxdım. 10 saatdan sonra evə qaydanda deyirsən, elhamdülillahi Rabbil aləmin, qayıtdım evə. Və bu 10 saat, məsələn 10 saat oldu sənin üçün ibadət. Da başqa heç nə lazım deyil sənə. Bildiniz? Əgər əlavə bir 2 rükət namaz qılmağa halın olmasa da, olmayıb. 10 saatdır ibadətdəsən. Və bu ibadət ki var, bu ibadətin içində sən günah da etməyəcəksən. Niyə? Çünki ibadətin içində insan günah eləməz ki. İnsan namaz qıla-qıla necə günah eləyə bilər? Hətta Allah lazım olmayan yerdə Allah sözünü deməyə belə namazı içində icazə vermir. Çatdırdı fikrimi? Allah sözünü sən deyəməzsən. Əgər birdən qalxanda səcdədən qiyama ya Allah deyib qalxsan namazında problem var. Allah deyirsən ha, amma icazə yoxdur. Deməli, hər şeyin neyi var? Bir qaydası var. İnsan ibadətin içində günah eləməz. Səhər niyyət elədin 8-də, axşam 6-da qaydanda məsələn, bu 10 saatin içində ki, sən niyyət eləyib çıxmısan, ibadət 10 saatlıq ibadətin içindəsən, sanki günah eləməzsən. Bir var ki, zöhr namazını məsələn 3 dəqiqəyə qılasan, günah etməyəsən, sonra namaz qutardı, qeybət eləyəsən. Bir də var 10 saat sən ibadətin içindəsən. Hətta bu ibadətin içində bir dənə də ibadət baş verəcək, namaz baş verəcək. Hətta bu ibadətin içində bir dənə də ibadət baş verəcək, günahdan qaçacaqsan və s. Nə qədər ibadətlər baş verəcək bu 10 saatin içində. Sən də qıraqda axtarma. Birdən əgər olsa əla, evə gəldin, dedin ki, qoy 2 rükət namaz qılım filan, olsa əla. Demirəm olmasın ha, olsa əla. Amma da birdən olmasa o iblisin hiləsidir. Sənin üçün vəsvəsə qurub ki, səni neynəsin? Naümid eləsin. Yox da səndən adam olmaz. Bu nə deyək? Ancaq elə iş, güc filan. Yox, iblisin hiləsidir. Bu özü ibadətdir. İmam Sadiq əleyhissalamdan var. Bəzi başqa məsumlardan var. Nə buyururlar? Buyururlar ki, bu yolda halal ruzu dalıcan getdin. Yarı yolda öldün, nə deyir? Şəhid əcri verirlər sənə. Şəhid əcri. Bu nə deməkdir? Yəni bu odur ki, halal ruzu dalıcan gəlirsən səhərdən axşama qədər, ibadətdəsən. Və həmən vaxt yolda öldün, şəhid əcri verilir. Yəni ibadətdəsən. Bu mənadır. İmam Səccad əleyhissalam bütün ömrün mənasını bu cümlədə buyurur. Və əmmirni, əmmirini istəsək belə təmir getirərik. Və əmmirni ma kana umri, yəni mənim ömrümü təmir elə. Təmir. Mənim ömrümü təmir elə bizlətən fi taətik. Yəni ömrümün hamısı əvvəldən axıra sənin taətündə, sənin itaətündə keçsin. Hədiyyə edirəm ömrümü sənə. فَإِذَا كَانَ عُمْرِي مُرْتَعًا لِلشَّيْطَانِ فَاقْبِضْنِي إِلَيْكَ قَبْلَ أَنْ يَسْبِقَ مَقْتُكَ إِلَيَّ أَوْ يَسْتَحْكِمَ غَضَبُكَ عَلَيَّ. İndi İmam Səccad əleyhissalam buyurur ki, birdən əgər mənim ömrüm iblis üçün əkinəcək yeri olsa, yəni ilahi, elə oldu ki, sən əkə bilmədin. Qara günə qoymuşam deyir qəlbi. Elə elədin ki, sən əkə bilmədin. İblis əkdi. فَإِذَا كَانَ عُمْرِ مُرْتَعًا لِشَيْطَانِ. Şeytan üçün əkinəcək yeri olsa birdən mənim ömrüm, fəqbizni, həmən vaxt öldür məni. Həmən vaxt öldür. İləykə qəblə ən yəsbiqə məqtukə iləyyə. Mənim sənə tərəf gələn yolumda maniyə olacaq o, qoyma mən yaşayayım. Av yəstəhkimə qəzəbukə aləyyə. Yaxud yaşayacağam, sənin qəzəbin gəlib mənə çatacaq. Mən də istəmirəm, sən mənə qəzəblənəsən. Həmən vaxt mən öldür. Ölməyim daha yaxşıdır. Yəni, ya
ömrüm itaətdə keçsin sənə, yox, öldür məni. Mən yaşamaq istəmirəm. Əlbəttə bu imam sözüdür. İmam da hansı mənada danışır Allahla? İndi ola bilər kiminsə zehninə gələr, burada eşidənin, yəni sonra eşidənin zehninə gələr ki, imam bu cür danışır ha. Yəni ola bilərmi ki, imamın da qəlbi iblis üçün əkinəcək yer olsun? Nəuzubillah, əleyyazubillah məsələn. Bu nə sözdür? Bunu İmam Səccad əleyhissalam Allahdan sonra əvvəla biz bilmirik onlar hansı halda yaşayıblar. Biz onu bilmirik. İndi biz bilmirik ki, İmam Səccad əleyhissalam bizə dərs vermək üçün bunu deyir ya yox. Bunu da bilmirik. Hər halda məsələyə oradan baxmayın. Məsələyə oradan baxmayanda, insani baxımından məsələyə baxanda görsən ki, bəli, insan qəlbini ancaq itaətdə keçirtməlidir. Əgər yox birdən iblis üçün əkinəcək yerinə çevrilsə nədir? Allaha deməlidir ki, ilahi öldür məni. Çünki mən yaşamaq istəmirəm. Dalıcan buyurur İmam Səccad əleyhissalam, Allahümmə la tədə'ə xəslətən tuabu minni illa əsləhtaha. 2-3 dənə məsələ var, ardıcıl onu İmam Səccad əleyhissalam buyuracaq. Ey mənim Allahım, elə etmə, məndən bir eyib baş verər, insanlar məni danlayar. Əgər varsa belə, mənim o səhvimi islah elə. Yəni məndən elə şey baş verməsin ki, kimsə məni başıma vursun onu. Mənim önümə çəksin, mənim qabağıma qoysun. Desin ki, sən filan səhvin var, sən filan bu cür. Yəni, əgər varsa belə bir şey, illa əsləhtaha buyurur, o cür şeyləri islah elə. Yəni, qoyma danlaq olum, məxluq tərəfindən mən danlanım, qoyma. Yəni, məni islah elə. Bu birinci məsələdir. Və la a'ibətən uənnibu biha illa həssəntaha. İndi birdən bəzi xislətlər olar ki, o xislətlər bəyənilməyən xislətlərdir. Buyurur, ilahi həssəntaha. Onları gözəllikə çevir. Birincidə nə deyir İmam Səccad? Birincidə buyurur, islah elə. İkincidə buyurur, həsənə çevir. Gözəlliyə çevir. Misal üçün 5 dənədirsə, hansı ki o xislət yaxşı xislət deyil, bəyənilməyən xislətdir. İmam Səccad ağa demir ki, bu 5 dənə aradan apar. Deyir, onu gözələ çevir. Deməli, bəzi xislətlər var, insan onu gözəl edə bilər. Sadəcə olaraq necəsə olur, məsələn, eləyə bilmir. Bu köhnələrin sözü deyə deyir ki, çox sadə şeydir, kənd sözüdür də. Hov var, dağa çıxartar, hov var, dağdan salar. Mən bir dəfə fikirləşdim bunu, çoxdandan o vaxtlar. Hodur da, bu da ho, o da ho. Gördüm, yox, intonasiyada fərqi var. Yəni, dağa çıxartanda ho-nu başqa cür deyirsən. Dağdan salanda ho-nu başqa cür deyirsən. İntonasiya fərqi var orada. Heyvan o intonasiyadan bilir ki, dağdan düşür, yoxsa dağa çıxır. Heyvan onu bilir. Ho var, dağa. Yəni, söz var ki, sən onu yaxşı-yaxşı deyə bilərdin. Elə bir formada dedin ki, qarşı tərəfin zehnini də körladın. Suizən edəcək sənə, hətta başqaları da suizən edəcək. İkincisi, əsas məsələ qəlbin sındırdın ki, başqa cür deyə bilərdin. İndi İmam Səccad əleyhissalam buyurur ki, bəzi xislətlər var. Birincidə buyurur ki, islah elə. İkincidə buyurur, gözələ çevir. Yəni, elə etkinən ki, mən onu gözəl surətdə deyə bilərəmsə, amma gözəl çıxmayacaq, sən onu gözəl elə. Elə mən gözəl deyim onu. Başa düşən tərzdə deyim, qəlbin sındırmayım, zehnini körlamayım, suizənnə salmayım onu.
bu formada. Və la ukrumətən fiyyə naqisətən illa ətməmtəha. Bu artıq üçüncüdür. Birinci islah idi, ikinci gözəlliyə çevirmək, üçüncü kamil etmək. Və la ukrumətən fiyyə naqisətən illa ətməmtəha. Buyurur, bəzi əməllər var ki, kəramətli əməldir. Məndən baş verəcək, amma nöqsanlı olacaq. Sən onu kamil et. Mən deyirəm, yaxşı əməldir. O birisi iki dənə də nədir? Əməl özü pis əməldir. Bu cümlədə əməl yaxşıdır. Ukrumətən, kəramətli bir işdir. Yaxşı bir sözdür. Amma mənim deməyimdə yaxşı olmayacaq. Mən deyəcəyəm, düz çıxmayacaq. Nə bilim nə olacaq? İmam Səccad əleyhissalam buyurur, İlla ətməmtəha, sən onu tamamla, sən onu kamil. Elə bir ki, mənim dilimlə sən danış, sənin deməyin daha yaxşıdır. Mənim dilim ki, naqisdir, məxluqam, sən mənim dilimlə deyinən otursun onun zehninə. O, Əbdülfərrardan danışmışdıq, yadınıza gəlsə, neçə dəfələrlə olub, 3-4 ildən bir mövzu gələndə oradan bəhs eləyirik. Allah rəhmət eləsin Ayətullah Ənsari Şirazi ağanı ki, Ənsari Şirazi ağa həmən Dəstəğeyev ağanın ustadı. Çox böyük bir ariflərdən olub. Deyir, Əmir əl-Mömininin ziyarətində idi, qoca kişi idi. Bir nəfər girdi içəri, gördülər ki, tufan qopdu. Zirehin ətrafında, hərəmin içində tufan qopdu. Tufan necə? Aləm deyir bir-birinə. Uşaq o yana qaçır, qadın bu yana qaçır. Birini saxlayır, deyir, nə oldu? Deyir, görmürsən, Əbdülfərrar gəlir. Əbdülfərrar gəlsin də, yəni Əbdülfərrar kimdir ki, belə hamısı qaçır? Bu dayanır, Əbdülfərrar çıxır bunun qabağına. Əbdülfərrar da baxır ki, bu qoca kişi tərpənmir. Hamısı qaçır, bu qaçmır. Dayanır qabağında, deyir ki, Uskut. Ağa deyir ona. Deyir, Uskut. Sakit ol. Sakit ol, bu dayanır. Təsəvvür elə əmr verib bunun bütün bədəninə, bütün sinir sisteminə. Uskut, sakit ol. Məsmuk. Adın nədir? İndi heç danışmaz bu heç kəslə. Onu danışır. Dilinə hökm edir. Ağa. Məsmuk, adın nədir? Deyir, Əbdülfərrar. Deyir, təfirru minəllah o min Rasul. Allahdan qaçsan yoxsa Peyğəmbərdən? Adı mənası odur da, Fərrar yəni Fərari. Təfirru minəllah o min Rasul. Bu elə bir ki, ağa, düzdür onun dili tərpənir, ağzından söz çıxır. Amma ona Allah deyir. Elə bir ki, təhvil verib dilini Allaha deyib ki, nə demək istəyirsən buna, sən deyir. Onun müqabilində o mənə nə edəcək, narahat olma. Yahya Peyğəmbər Allaha deyir ki, ilahi, bu mənim dilim, bu da mənim vücudum. Nə istəyirsən de bu cəmaata. Mislin ki, demirəm, belə olub. Mislin ki, Allah deyib ki, Yahya, məndən danışacaqsan, boşu kəsəcəklər ha. Sonra da patnosa qoyub, padşahın qabağına göndərəcəklər. Yahya Peyğəmbəri belə öldürüblər axı. İmam Hüseyn ağa kimi. Yahya Peyğəmbərdir ki, ilahi, qurban olsun sənə. Sən danış, təki sənin sözün geçsin. Sən danış. Burada deyilib ki, Ənsari ağa deyir ki, Uskut, məsmuk, təfirru minəllah o min Rasul. Sonra öldü o adam da, indi dalın bilirsiniz də, öldü, oldu Arif. Bir gecəyə öldü, Arif oldu. Neyi demək istəyirəm? Demək istəyirəm ki, burada artıq İmam Səccad əleyhissalamın o cümləsini üstündə işlədib, əməli formada həmən Ənsari ağa. Elə ki, Allah danışdı. Məsələ, özü desəydi Ənsari ağa, öz dili ilə, indi hardasa təsir edərdi, hardasa da ola bilərdi təsir etməsin. Amma burada artıq Allah onun dili ilə danışdı. Hansısa yaxşı bir xisləti varmış həmən o Əbdülfərrarın ki, Arif öldü. Təsəvvür edirsən? Dünənləri fasiq,
Bugün dəfn olur Arif. Yəni insan içini təmizləyə bilir. O indi o birisi bəhsin, belə deyək, mövzusu orada da inşallah bəhs edərik onu. Pəs birinci, ilahi islah et. İkinci, gözəlliyə çevir. Üçüncü, kamil et. Tamamla. Növbəti fəqərədə İmam Səccad əleyhissalam buyurur: Allahumma salli alə Muhammedi və ali Muhammed. Yəni təzədən bir də salavatın göndərir İmam Səccad. Vabdilni min biğzati əhli şənəəni əl-məhəbbətə. Buyurur ilahi, mənim düşmənlərimin içini mənə qarşı məhəbbətlə əvəz et. Lap əvvəldə başlayanda bu duanı, Məkarimin əxlaq duasını ərz eləmişdim sizə ki, bizim böyüklərimiz deyib ki, bu duanı hər gün oxuyun. Yadınıza gəlir. İndi siz o cür bir dənə baxın. Heç olmasa bu dərsə. Yəni o niyyətlə baxın bu dərsə heç olmasa. Görün indi İmam Səccad ağa hansı şeyləri deyir və biz bunu hər gün oxusaq və hər gün bunu Allahdan bu şeyləri istəsək, gör Allah bizi ilə necə rəftar eləyər. Başa düşdünüz? Biz bir dəfə oxumuruq ki bunu. Yenə deyirəm, İmam Səccad ağanın bu Məkarimin əxlaq duasını böyüklərimiz deyirlər hər gün oxuyun. Yəni gündə bir dəfə oxumaq lazımdır. Vabdilni min biğzə. Biğzə yəni kin, küdurət. Əhli şənəan yəni düşmən əhli. İlahi, düşmən əhlinin kin, küdurətini əl-məhəbbətə, çevir məhəbbətə. Yəni onun mənə düşmənçiliyini məhəbbətinə əvəz elə. Bir diyorsan olur belə. Gəlib çıxırsan bir yerə, bilirsən ki, düşməndən üzbözsən. Bilirsən ki, bu adam fasik adamdır. Bunu heç söz deyilməli də deyir. Və bilirsən ki, düşməndir. Yəni, faktiki düşməndir bu adam, bu şəxs. Allahla biraz razı niyaz edib gelirsin yanına. Yanına gedəndə görürsən ki, əcəb dəyişdi. Görürsən, bir dostcasına sənə söhbət eləyir. Sən də fikirləşirsən ki, bu necə oldu belə? Bir də görürsən, qəlblər, nə olsun, Firon özünə Rəbb deyir. Yenə də Allahın məxluqudur da. Nə olsun, Firon müşrikdir və kafirdir. Yəni Allahın məxluqudur da. Qəlbi ki Allahın əlindədir. Görürsən Həzrəti Musa əla nəbiyyinə və aleyhi və aleyhissalam gəldi qabağına, sarayın içinə. Musa Peyğəmbər Fironu səhraya çağırmayıb ha. Həzrəti Musa 2 nəfər Harunla bir yerdə gedib Fironun qabağına ya, Fironun. Hansı Firon? O Firon ki Musa Peyğəmbər onun qucağında böyüyüb ha. Həmən Fironun üstünə gəlir. Firona deyir ki, mən gəlmişəm, deyim sənə ki, mənim Rəbbimi qəbul etməlisən. Hansı ki bu Fironun yanında Musa Peyğəmbər uşağı idi. Gündə bəlkə 50 dəfə Firon deyirdi ki, mənəm Rəbb. İndi Firon sizcə necə baxar ona? Baxmaz ki, ya Musa, sən o Musa deyirsən, mənim qucağımda böyümüsən. İndi gəl mənə belə danış, deyə bilməyib, olan heç birini. Olan heç birini Musa Peyğəmbərə deyə bilməyib. Niyə? Çünki Həzrəti Musanın söykənən yeri Allahdır. Allah'a söykəndim. Ona görə Firon danışa bilmir. Qarun Həzrəti İbrahimin qabağında danışa bilmir. Niyə danışa bilmir? Çünki arxası Allahdır. Bugün də belədir. Görürsən ki, misal üçün, indi cürbəcür rənglər var da. Biri sarıdır, üzr istəyirəm, tülki, ya biri nə bilim başqa rəngdədir. Hər bir rəngdədir də bunların. Bunların da qabağında, indi bu zəmanədirsə, bu zəmanədə bir Firon varsa, bir Musası da nədir? Var. Görürsən ki, hansı aramdır bir Allah adamıdır. Bax gör, hansı aramdır. Aram olan Allah adamıdır. Əgər bu Allah adamı olmasaydı, aram olmazdı. O da onun kimi qarışardı bir-birinə. O da dağınıq olardı. O da özündən çıxardı. O da deyərdi, ayda necə olacaq. Bildin? Sakit yanıb.
Niyə sakit dayanıb? Çünki aramdır. Niyə aramdır? Çünki arxası Allahdır. Bu bəs eləyir insana ki, nədir? Bu haqdır. Vəbdinni min biğzəti əhli şənəani əl-məhəbbətə. Buyur ilahi, düşmənin içindəki boğzu, kin-kudurəti çevir məhəbbətə. Və min həsədi əhlil bəğyi əl-məvaddətə. Buyurur ki, zalim əhlinin içində olan həsədi məvəddətə çevir. O ki, düşməndir, zalimdir, zalimin içində sənə qarşı bir həsəd var axı. Necə olur? Mən deyirəm ki, bura tərpənməlidir, sən tərpənmirsən. Bu necə olur belə? O da deyir ki, Allah rəhmət eləsən, səhv etməsəm Şeyx Qələm olub. Gəliblər o vaxt müharibə dövründə yığıb aparlar hamısını. Deyirlər ki, bunu da qatın ona. Bu da alimdir. Bunu da qatın onun gözünə aparın, elə bunu da öldürün, orada qutarsın. Orada deyir ki, tüfəng vaxtında da, tüfəngi tutublar alimə. Deyirlər, düş qabağımıza, get. Düş get də. Deyir ki, mən hərəkət etməyəcəm. Apara bilirsiniz, aparım. Deməli, belə yüngülvari, indi 60 yaşında kişidir, balaca bir də təkan versən, düşər də. 1, 2, 3 görürlər yox, ayağı mıxlab yerə. Bizdə Azərbaycanda. Ayaqları mıxlab yerə, tərpədənmədilər. Deyir, orada Azərbaycanlılardan var idi. Biz beləyik axı. Orada Azərbaycanlılardan var idi ki, nəsə öldürsün, təzyiq eləsin. Orada deyir, Rusun əskərlərindən var idi, deyin o kişi. O bildi. O bildi, bu bilmədi. Ne diyorsun, müsəlman bilmir. Diyorsun, qeyri-müsəlman nədir? Bilir. Əslində bu bilməlidir. Sən bilməlisən bunda, sən müsəlmansan. Sən bilməlisən ki, Allah kimin arxasında dayanar. Sən bunu bilməlisən də. Bunu görsən ki, qeyri-müsəlman bildi, kafir bildi bəzən. Baxarsan ki, müşrik bildi. Amma bu namaz qılır, müsəlmandır. Bu bilmədi. Bu mühüm məsələ budur. İmam Səccad əleyhissalam buyurur ki, düşmənin içində o həsəd ki var, onu məvəddətə çevir. Görsən, çevirib. Görürsünüz, çevirib. Kimdir dostu? Biri o tərəfdən kafir, biri o tərəfdən müşrik. İkisi də düşməndir. Düşməndirsə həsədi var. İmam Səccad ağa buyurur ki, çevir onu məvəddətə. Çevirib. Və min zinnəti əhli səlahi əs-siqə. Bir də görürsən ki, bir dəstə insandır, islah olunublar. Amma içlərində bədgümanlıq var. İmam Səccad ağa Allaha ərz edir ki, ilahi, bu islah olunmuş adamlardır, amma içlərində etimad yoxdur. Bədgümandılar mənə qarşı. İmam Səccad ağa Allaha deyir ki, ilahi, onu çevir etibara. O bədgümanlığı etibarla əvəz elə. Dəyiş. Yəni, məni ilə onlar o cür danışmasınlar. Çox belə qəribə bir şeydir. Mən bu duanı oxuduqca elə bilirəm ki, İmam Səccad əleyhissalam bunu Kərbəladan düz Mədinəyə qədər oxuyub. Belə başa düşürəm. Çünki İmam Səccad əleyhissalamın atasını öldürüblər. Neçə dənə qardaşlarını öldürüblər. Əsir aparırlar. Və böyük bir müsibət içindədir. O boyda müsibətin içində, bu boyda kütlə ki, iştirak edib atasının ölümündə, bunlar bunu da doğramalıydılar. Amma onu ilə necə rəftar eləyirlər, sözləri də bilmirlər. Deməli, İmam Səccad əleyhissalam bu dua ilə oradan çıxıb. Ona görə bizə böyüklər deyirlər ki, hər gün oxuyun bu duanı.
Bildiniz? Ola bilər. Və min ədavətil ədnəyn əl-vilayə. İmam Səccad əleyhissalam Allaha ərz eləyir ki, ilahi, mənim qohum əqrabam var. Qohum əqrabamın içində məni ilə ədavəti olanlar var. O ədavəti vilayətə çevir. Çevir vilayətə. Var idi da, indi mən adlarını çəkmirəm. Tarixdə İmam Səccad əleyhissalamın vaxtında hətta İmam Hüseyin əleyhissalamın qabağına da çıxdılar, bəzi sözlər dedilər, etmə. Sonra gəldi İmam Hüseyin əleyhissalamdan sonra Mədinədə çıxdı qabağına, dedi, sən də ölsən mənəm. Məsələn, var idi bunların içində. Üstünə çəkdi imaməti ki, sənə düşmür, mənə düşür. Əli mənim atamdır, filandır belə. İmam Səccad əleyhissalam belə narahat deyir. Çünki bilir ki, imamdır da. Narahat deyir. Dedi, yaxşı da, indi sən deyirsən, sənsən. Mən deyirəm, yox, sən deyilsən. Gedik onu Kəbəyə, Qaradaşa salam verək. Qaradaş kimin salamının cavabını alsa, imam o deyir. Nə deyirsən? Deyirəm, gedək. O da bilir ki, onun salamının cavabını heç adam almaq istəmir. Nə hələ daş olsun, ot olsun, bitki olsun. O da onu bilir. Gəldilər, bu salam verdi, daşdı da. O kimdir ki, daş oyla danışa? İmam Səccad əleyhissalam buyurdu, Əssalamu əleykə və rəhmətullah və bərəkatuhu. Daş cavab verdi, Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu. Allahın salamı, rəhməti və bərəkəti olsun sənə. İmam Səccadın salamının cavabını aldı. Cəmaat da baxır. İmam Səccad ağa bildiniz, indi imam mənəm, yəni. İnsan o haqqı aşkar eləyəndə, bəzən görürsən ki, öz qohum əqrabasıdır, ədavətlə çıxış edir. İmam Səccad ağa buyurur ki, ilahi, mənim bu yaxın qohum əqrabam var, bunları vilayətə çevir. Yəni, içlərini çevir, ədavət yox, vilayətə. Və min uquqi zəvil ərham əl-məbərrə. Buyurur, mənim qohum əqrabamın içində bəziləri var ki, silə-i rəhm etməliyəm onlarla. Qohumluq əlaqəsi yaratmalıyam, silə-i rəhm etməliyəm. Buyurur ki, elə et, mən onlara yaxşılıq eləyim. İndi gör, onlar nə ediblər İmam Səccad ağaya? İmam Səccad əleyhissalam buyurur ki, mən onlar kimi olmaq istəmirəm də. Mən istəyirəm ki, bu cür olam. Rəftarımı dəyişmək istəyirəm onlara qarşı, amma gözəl rəftarla. Və min xizlanil əqrabin ən-nusrə. Buyurur ki, mənim içimdən bu qohum əqraba ki var, mənim vasitəmlə onları gücləndir. Yəni birdən enerji lazım olsa onlara köməyə, məni onlara köməkçi qərar ver. Nəinki mən onlardan qaçım. Əslində mən istəyirəm onlara yaxınlaşım, onlarla bir yerdə olum. Bu cür olmaq istəyirəm. Bu, hələ gələn dərsdə inşallah bəziləri var deyəcəyik, Allahın izni ilə. Bunları sadalayanda görsən ki, İmam Səccad əleyhissalam hər nöqtəyə işarə eləyir. Hər nöqtəyə. Qohuma, əqrabaya, qoşuya, düşmənə, zalimə. Bunların hamısına işarə eləyir. Elə bir ki, necə yaşamalıyıq həyatda. Və əslində o necə yaşamalıyıq onu buyurur İmam Səccad ağa. Allahdan ola istəyir ki, ilahi bunları mənə ver. Mənası nədir? Mənası budur ki, ilahi mən belə yaşamaq istəyirəm. Yəni, belə yaşamaq lazımdır. Bu elə bir bizə bir örnəkdir. Belə birini götürsək, onun üstündə işləsək 3 gün, 5 gün, 1 ay, 2 ay, 3 ay görərik ki, nədir? Allah Teala dalını da verir. Və min hubbil mudarin təshihəl miqə. 2 dənə deyib qutarım. İlahi, onlar ki, zahirdə məni ilə rəftarları əladır, batində mənə düşməndilər. Onların batinini zahirləri kimi eyni elə mənə qarşı.
Gör nələr istəyir İmam Səccad. Bu dualar qəbul olsa görürsən nə olar? İndi İmam Səccaddan qəbul olur. İndi biz də bunu oxusaq, indi 3 gün, 5 gün hər gün dalbadal oxusaq, bizim bu dualarımız Məkarimül Əxlaq adı ilə bu dualarımız qəbul olsa gör biz nə olarıq. Deyir ki İmam Səccad ağa, onların zahiri mənə əladır. Yəni əllərini qoyurlar ki, necəsən? Amma batinləri tam əksdir. İlahi, onların batinini zahir kimi elə. Heç onlar özləri də bilmir ha. Və min vəddil mulabisinə kərəməl işrə. Buyurur ki, ilahi, bəziləri var, mən nəsihət verirəm, amma onlar nəsihəti eşitmirlər. Elə bilirlər ki, mən pis şey deyirəm onlara. İlahi, elə et, mənim dediyimi onlar nəsihət kimi başa düşsünlər. Yəni, çünki mən onları çox istəyirəm. Mən onlarla nəfsimlə davranmıram, nəfsimlə danışmıram. Bir dənə əgər desə ki, mən istəyirəm filan işi görüm, görməyim, mən cavabında ağılla cavab verirəm. Qəlblə cavab verirəm. Əslində, həqiqətən də mən nəsihət eləyirəm. Amma o tərs başa düşür. İlahi, elə et ki, o mənim nəsihətimi nəsihət başa düşsün. Sən təshih elə, sən düzəlt. Sən elə et ki, onun qulağına, içinə mənim sözüm nəsihət kimi daxil olsun. Bu da İmam Səccad ağanın istədikləri. Elhamdülillahi Rabbil aləmin. Peyğəmbər və əhl-i beytinə salavat edəyələ. Allahümme salli ala Muhammed ve ali Muhammed.